Xəlil Talih Xeyrullah. Demək belədir ki, mən bu gördüyünüz pay torpağında qanuni olaraq əkin əkmişəm 4 hektar. Halbuki bu gördüyünüz əlimlə qazdığım bu kanal o sahənin o biri başından Kürdəmir Suvarma Sistemləri İdarəsinə aid olan bir kanal gəlməlidir. Bu pay torpağın axırına qədər. Və orada qurğu olmalıdır ki, o qurğudan bütün burada pay torpağı olan insanlar suyun götürsün, öz əkinin, öz sahəsini sulasın. Heç bir qurğu da yoxdur oradakı. Mən gəzdim bu günləri, heç orada qurğu tapa bilmədim ki, o qurğu deyəndə belə deyək də, yəni şuluz tapa bilmədim mən oradakı, oradan bəri su açam. O şuluzdan da əlavə bu kanal sahə ilə bərabər kanaldır. Bütün hamı hərəsi özünə pay torpağın baş hissəsindən böyük bir kanaldan turbo öz vəsaitləri hesabına turbo atıblar ki, əkinlərini sulasınlar. Halbuki mən bu kanalı açmışam. İndi su idarəsinin işçilər də deyir ki, müdiriyyət də deyir ki, sən deyir, bu sudan da istifadə edə bilmərsən. Mən bilmirəm hansı dövlətdən gəlmişəm, hansı ölkədən gəlmişəm bu ölkəyə. Ölkə başçısının, cənab prezidentin həmişə çıxışlarını eşitirik, deyir ki, çətçiyə xidmət göstərilsin, bütün əkin üçün, için üçün. Halbuki Kürdəmir Suvarma Sistemləri İdarəsinin balansında olan kanalı biz attıra bilmirik. Bu dövlətin suyundan bizə icazə vermirlər götürüb işlədək. Götürək, əkinimizi sulayaq. Biz kətçi yetimlər nə ilə dolanaq bəs? Yaxşı, işdən çıxartdınız bizi. Rüşvət qarşılığında başqalarını götürdünüz işə. Yaxşı, indi biz əkinlə məşğuluq burada. O niyə qoymursunuz dolanaq? Biz müraciət eləmişik ki, işdən qanunsuz olaraq çıxmışıq. Bizlə prinsip aparırsınız, qoymursunuz əkinlərimizi sulayaq, əkinlərimizi yandırırsınız burada. Belə olmaz. Mən dövlət başçısına səslənəm, birinci xanıma səslənəm və aidiyyatı qurumlara səslənəm, baş prokurorluğa səslənəm. Xahiş edirəm, bu Kürdəmir Suvarma Sistemləri İdarəsi barədə bir ölçü götürülsün, bir tədbir görülsün. Bu tədbir görüləndən sonra da bilsinlər ki, dövlətin qanunu var və o qanunlarla işləmək lazımdır. Burada amma dövlətin qanununa Kürdəmir Suvarma Sistemləri İdarəsinin